Salam, hər birinizi xoş gördük. Bu günləri biz Dövlət İmtahan Mərkəzinin 20 sınaqlı test toplusundakı suallardan eyni zamanda mənim də əlavə etdiyim suallardan istifadə olunmuş ümumi mövzu sınağının suallarına baxacağıq. Gəlin baxaq, uyğunluğu müəyyən edin. Ağqoyunlu hökmdarları Yaqub Padşah, Rüstəm və Götək Əhməd. İlk öncə Ağqoyunlu dövləti haqqında ümumi məlumat əldə edək. Daha sonra isə testimizə dönək və cavabları qeyd edək. Baxaq, davam eləyək. Deməli, Ağqoyunlu dövləti 1468-dən 1503-ə qədər mövcud olmuşdur. Ağqoyunlu tayfa ittifaqını yaratmışdı Pəhləvan bəy, Ağqoyunlu bəyliyini yaratmışdı Qara Osman bəy, Ağqoyunlu dövlətini yaratmışdı Həsən bəy. Deməli, Ağqoyunlu və Osmanlı müharibəsi baş vermişdir. Qoli Hisar döyüşü 1461-ci ildə olmuşdur. Ağqoyunlular qalib gəlmişdi. Eyni zamanda 1461-ci ildə Osmanlı Sultanı II. Mehmet Bizansın son qalığı olan Trabzonu fəth etmiş və Trabzonun varlığına son qoyulmuşdu. 1467-ci ildə Muş döyüşü olur. Muş döyüşündə Qaraqoyunlu Cahanşaha qalib gəlir Ağqoyunlular. Deməli, 1468-ci ildə Teymuru Əbisəyidi Muğanda məğlub edirlər. Yəni Teymurilərlə Ağqoyunluların döyüşü olur. Daha sonra 1472-ci ildə Avropa dövlətləri ilə Venesiya ilə diplomatik əlaqələr yaradılır. 1472-ci il eyni zamanda Osmanlılarla döyüş olur, Beyşəhər döyüşü və Osmanlılar qalib gəlir. 1473-cü ildə Malatya döyüşü olur. Malatya döyüşündə isə Ağqoyunlular qalib gəlir. Otluqbeli döyüşündə isə Osmanlılar qalib gəlir 1473-cü ildə. 1475-ci ildə Moskva knyazı 3-cü İvan Ağqoyunlu dövlətinə elçi göndərir. Onlar Qızıl Orduya qarşı birgə mübarizə aparırlar. Lakin bu plan baş tutmur, çünki Qızıl Ordu artıq öz elçilərini göndərmişdi Uzun Həsənin yanına. 1475-77-ci ildə Həsən bəy Gürcüstana yürüş edir və Şərqi Gürcüstanı tutur. Eyni ildə Şirvanşah 1-ci İbrahim 1407-ci ildə Şərqi Gürcüstanı tutub öz dövlətinə birləşdirmişdi. Həsən bəydən sonra hakimiyyətə Yaqub gəlmişdi 1478-dən 1490-a qədər. O Osmanlı Sultanı II. Bəyazitlə dost olmuşdu, Şirvanşahlarla dost olmuşdu. Eyni zamanda 1488-ci il Şah Dağı döyüşündə Şirvanşah Fərrux Yasara kömək etmişdi. Yaqubun dövrü Ağqoyunlularda durğunluq dövrüdür. Yaqubdan sonra hakimiyyətə Baysunqur gəlmişdi. Baysunqur 1490-1492-ci illərdə olmuşdur. Onun hakimiyyət dövründə bir dənə hadisə var. 1491-ci ildə Bərdə döyüşündə Rüstəm Baysunquru məğlub edir və Baysunquru hakimiyyətdən gedib Rüstəm gəlir. Rüstəm 1492-97-ci illərdə hakimiyyətdə olur. Ərdəbil hakimi Sultan Əlini həbsdən azad edir. Sonra isə onu 1494-cü ildə Şəməsi döyüşündə məğlub edir. Rüstəm çoxlu soyurqal paylamışdı, lakin Rüstəmin bu siyasəti uğursuz olmuşdu. Rüstəmdən sonra hakimiyyətə Götək Əhməd gəlmişdi 1497-ci ildə. 1496-cı il Naxçıvan döyüşündə Götək Əhməd Rüstəmi məğlubiyyətə uğradır. Sonra ölkə daxili islahatlar keçirir, 20-dən çox vergi mükəlləfiyyəti ləğv edir, soyurqalı məhdudlaşdırır, Osmanlı idarəçilinə uyğun idarəçi qurmağa çalışır Götək Əhməd. Baxın, Osmanlı idarəçilinə uyğun idarəçi qurmağa çalışır. Əlvənd Mirzə və Murad Mirzə arasında hakimiyyət uğrunda mübarizə baş verir və onlar arasında 1500-cü ildə Əpər sazişi imzalanır. Əpər sazişi ilə Ağqoyun dövləti iki hissəyə parçalanır. 1501-ci il Şərur döyüşündə Əlvənd, 1503-cü il Almabulağı döyüşündə Murad Mirzə məğlub olur və bununla da Ağqoyun dövləti süqut edir. Əlavə olaraq Teymurilər və Gürcülərlə mübarizə aparmışdır Ağqoyunlular. Deməli, bunlar Qaraqoyunlu və Ağqoyun dövlətinə oxşar cəhətdir. Soyurqal paylamaq və Teymurilərlə Gürcülərlə mübarizə aparmaq. Bu dövrdə idarəçidə Kənqaş vardı. Kənqaş qapalı məşvərətçi orqanıdır. Baxın uşaqlar, məşvərətçi orqan ali divandır. Amma qapalı məşvərətçi orqan Kənqaş idi. O müharibə, sülh, taxtac məsələləri həll olunurdu. Təbaçı var idi. Vilayətlərdə qoşun toplayan və onların sayını dəqiqləşdirən məmur idi. Sonra qoşun elatlardan toplanırdı. Bir də Ağqoyun dövlətində daimi qoşun var idi. Daimi qoşun xasə əsgəri adlanırdı. Bax bunu unutmayın. Nə adlanırdı? Xasə əsgəri adlanırdı. Onlar ordunun özəyini təşkil edirdilər. Səlcuq hökmdarı 1-ci Məlik Şah və Uzun Həsən tacirlər üzərinə qoyulan vergi və rüsumları azaltmışdı. Tacirlər üzərinə qoyulan vergi və rüsumları azaltmışdı. Bu onların oxşar cəhəti idi. Deməli, xristianlara xüsusi imtiyazlar verilmişdi. Eyni zamanda Təbrizdə Göyməçid 1465-ci ildə Qaraqoyunlu Cahanşaha aiddir. Təbrizdə Həştbeş 1483-cü il Yaquba aiddir. Yaquba aid olan Həştbeş 83-dür. Cahanşaha aid olan Göyməçid isə 65-ci ildir. Bunu əzbər şəkildə bilmək məcburiyyətindəsiz. Testlərdə çox istifadə olunur. Deməli, qayıdaq sualın cavabına.
Deməli, Yaqub bir sıra islahatlar keçirdi, 20-yə qədər vergini ləğv etdi. Bu gödək əməlidir. Əhpər sazişinin bağlanmasında iştirak etmişdi. Əhpər sazişində heç biri yox idi. Çünki biz dedik Əlvətlə Murad Mirzə arasında olmuşdu. Çoxlu soyurqal bağladı və Naxçıvan döyüşündə məğlub oldu. Bu təbii ki, Rüstəmə aiddir. Qısa müddətdən 1497-yə qədər hakimiyyətdə oldu. Bu Gödək Əhmədə aiddir. Biz orada yazmışıq. Şeyx Heydərlə mübarizədə Fərrux Yasara kömək etdi. Bu da Yaquba aiddir. Testimizin cavabı D variantıdır. Deməli, davam eləyək. Şirvanşahlar dövlətinin tarixinə 14-cü əsrin 80-ci illərinə aiddir. Şeyx İbrahimin Şirvanşah elan olması 1382, Dərbəndlər sonrasının devrilməsi 1538, Şəngin üsyan nəticəsində devrilməsi 1382, Cüneydin Şirvana yürüşü 1460, Şirvanşah 1-ci İbrahim Təbrizə daxil olması 1406-cı ildədir. Memarlıq abidələrinin xronoloji ardıcıllığını müəyyən edin. Bərdə türbəsi 1314, Əlincə qalası 9-cu əsr memarlıq abidəsi, Naxçıvanda Marağada Göy günbəz 11-12-ci əsr memarlıq abidəsidir. Təbrizdə Qeysəriyyə bazarı 15-ci əsr memarlıq abidəsidir. Baxaq, uyğunluğu müəyyən edin. Peterburq, Bağdad və Gəncə müqavilələrinə aiddir. A variantına baxırıq. Dərbənddən Gilana qədər olan bölgələr ilhaq olunurdu. Bu Peterburq müqaviləsinə aiddir. B variantına baxırıq. Osmanlılar son 10 ildə işğal etdiyi Səfəv torpaqlarını qaytarmalıdır. Bu Bağdad müqaviləsinə aiddir. Rus tacirlərinin Səfəvi dövlət ərazisində sərbəst gömrüsü ticarət imtiyazları bir daha təsdiq edildi. Bu da Gəncə müqaviləsinə aiddir. Bundan əlavə olaraq Peterburq müqaviləsində deməli Rusiya Səfəvilərə belə bir təminat verir ki, əfqanlarla mübarizədə sizə kömək edəcəyəm. Deməli, Bağdad müqaviləsini isə Nadir xan tanımadı və Nadir xan Cənubi Qafqazdan onları çıxartmaq üçün Osmanlılarla həlledici müharibəyə başladı. Baxın, Nadir nə vaxt həlledici müharibəyə başlayır? Bağdad müqaviləsindən sonra. Gəncə müqaviləsində də isə əlavə olaraq Terektin Cərəmutaki Xəzəryanın torpaqları Səfəvilərə qaytarılmışdı və Ruslar Xəzəryanı bölgələri tərk etmişdilər. Davam eləyək. Xronoloji ardıcıllığı müəyyən edin. Kirmanşah müqaviləsi 1732-ci ildə imzalanmışdı. Peterburq müqaviləsi 1723, Nabur müqaviləsi 1727, Bağdad müqaviləsi 1733. Kirmanşah müqaviləsində əlavə olaraq Araz çayı sərhəd oldu. Şimaldakı torpaqlar Osmanlıya verildi. Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərə qaytarıldı. Deməli, növbəti sualın izahına baxırıq. 17-ci əsrin ikinci yarısına aid memarlıq abidələrini müəyyən edin. Şeyx Cüneyd məqbərəsi 16-cı əsrdir. Nardaran məscidi 17-ci əsrdir, 1663. Şamaxıda Kəlaxana kəndində məqbərə 17-ci əsrdir. Nardaran məscidi ilə Kəlaxana məqbərəsi eyni ildədir, 1663. Təbrizdə Göyməçid 1465-ci ildə olmuşdu. Cavabımız 2-3. Baxaq 7-ci suala. Daha əvvəl baş vermişdi. Qəsr-Şirin müqaviləsi imzalanması. Qəsr-Şirin müqaviləsi şərtlərinə görə Amasya sülhü şərti təsdiq edildi. İrəvan Səfəvilərdə qaldı. Şəkidə Hacı Çələbinin başçılığı üsyan baş vermişdi 1743-46-cı illərdə. Bağdad müqaviləsinin imzalanması 1733, Sınıq körpü döyüşünün baş verməsi 1618, Şah 1-ci Abbasın Bağdad ələ keçirməsi 1622-1623-dür. Amma Sufyan döyüşü 1605-ci ildə olub. Deməli, 8-ə baxırıq. 17-ci əsrin ikinci yarısına aiddir. Mərənd sülh müqaviləsi 1618, Sınıq körpü döyüşü 1618, Rusiya Səfər münaqişəsinin başlanması bu 2-ci Şah Abbasın hakimiyyəti dövründədir. 1653-1662-ci ildə Terek çayı ərazisində Ruslar qalalar tikdirmək istəyirdi, amma Səfəvilər buna icazə vermədi. 2-ci Şah Abbas buna icazə vermədi. Qəsr-Şirin müqaviləsi 1639, İrəvanın Səfəvilər tərəfindən azad edilməsi 1604. Bunları yadda saxlayırıq. Yadda saxla, Səfəvilərdən ticarət imtiyazı almışdır Rusiya və İngiltərə. Bu xəritə sualı kimi düşə bilər uşaqlar. Rusiya və İngiltərənin xəritədə yerini bilirsiniz. Deməli, Şah 2-ci Abbasın hakimiyyəti dövründə. Şah 2-ci Abbasın hakimiyyəti dövrü 1642-dən 1666-ya qədər olmuşdur. Əhalinin siyahıya alması Şah Sultan Hüseynin dövründədir. Peterburq müqaviləsi imzalanması 2-ci Təhmasibin dövründədir 1723-cü ildə. Qəsr-Şirin müqaviləsinin bağlanması 1639-cu ildə Şah Səfinin dövründədir. Stepan Razinin Bakılı Rus Qazaq dəstələrinin ölkəmizə basqınları 1668 Şah Süleymanın dövründədir.
Davam eləyək. Rusiya ilə hərbi münaqişənin baş verməsi bayaqlarım qeyd elədim. 1653-dən 1662-yə qədər 2-ci Abbasın dövründə Rusiya ilə hərbi münaqişə baş verir. Və ilk dəfə hərbi müharibətdə bu Terek qalası, Terek çayı sahilində qalalar tikdirmək istəyir, lakin buna icazə vermir 2-ci Abbas. Ruslar tikdirmək istəyirdi. 10-cu suala baxırıq. Fransa kralı 4-cü Gözəl Filipin fəaliyyətinə aiddir. 1285-dən 1304-ə qədər hakimiyyətdə olmuşdu. Uşaqlar, mən bunların izahını verirəm. Bunları mütləq şəkildə dəftərinizə qeyd edin və başlayın əzbərləməyə. Siz bunları əzbər şəkildə bilməlisiniz əgər imtahana gedirsinizsə. Fransada ilk dəfə baş ştatlar çağırılması 1302, Kapetinqlər sülaləsinin əsasının qoyulması 987-dən 1328-ə qədər, Fransanın birləşdirməsi başa çatması 15-ci əsrdə birləşdirilib uşaqlar. 11-ci Ludovikin dövründə birləşdirib Fransanın birləşdirilməsi. Sonra 3-cü səlib yürüşündə iştirak etməsi, 3-cü səlib yürüşündə 1189-1192-ci illərdə olmuşdu. 1189-92-ci illərdə 4-cü Gözəl Filip yox idi. Amma Fransa iştirak eləmişdi. Baxaq, Müqəddəs Roma imperiyası, Fransa, İngiltərə başçılıq edirdi. Gücsü geri qaytarmaq məqsədi idi, amma uğursuzluqla nəticələnmişdi. İngiltərə ilə ağır şərtli müqavilənin imzalanması. Baxın uşaqlar, 100 illik müharibənin gedişində iki müqavilə imzalanmışdı. Biri 1460-dı, bir də uşaqlar, bir də daha doğrusu 1360-dı bu. Deməli, 1360, bir də 1453-cü ildədir. 1453-cü ildədir. Bax, iki müqavilə imzalanır. Məqsəd nə idi bu birinci müqavilədə? Fransa kralı vaxt qazanmaq, burada səhv yazmışıq bunu. Vaxt qazanmaq məqsədi ilə imzalamışdı. Əlavə qeydə baxırıq. Bundan əlavə bu 4-cü Gözəl Film fəaliyyətinə əlavə 11-16-cı əsrdə də türk və şərq xalqlarının mədəniyyətinə baxaq. 11-ci əsrin 60-cı illərində Alparslanın göstərişlə Nizam Mülk açıldı. Bu ilk universitet idi. İkinci ali təhsil ocağı isə o 11-ci əsr Nizamiyyədir, 14-cü əsr Rəşidiyyə mədrəsəsidir. Aydındır. Xətib Təbrizi 40 il dərs demişdi. Aydındır. 40 il söhbəti Xətib Təbriziyə aiddir. Ömər Xəyyam Səlcuq hökmdarı Məlik Şah tərəfindən Cəlal tərkibi Məmməli Şah cədvəli tərtib etmişdi. Mahmud Kaşqari 1077-ci ildə Divan-ı Lüğəti İt-Türk əsərini yazmışdı. İlk xəritə əlavə edilmiş, Balasaqun mərkəz elan edilmişdi. Bax, Divan-ı Lüğət Türkdə ilk xəritə əlavə edilmiş və dünyanın mərkəzi Balasaqun göstərilmişdi. Divan-ı Lüğəti Türkdə. Ulduz büclərinin dövrü adını vermişdi. Kim? Mahmud Qaşqari. Sonra Uluqbəy mədrəsə və astronomiyaya diqqət yetirirdi. Çində 13-14-cü yüzlərdə barıt və metal top ixtira olunmuşdu. İlk farmakologiya kitabı deməli, məhz Çində kəşf olunmuşdu, yazılmışdı, yazı alınmışdı. Deməli, 13-cü əsrdə Dehli Sultanı Qütbəddin Aybək Qütb minarəni inşa etmişdi. Səmərqənd memarlığına baxırıq. Gürəmir türbəsi, Şah-Zində məqbərəsi, Uluqbəy məqbərəsi. Türk memarlığına baxırıq. Türk memarlığı 15-ci əsrdə Çinili köşk, baxın uşaqlar çaşırlar burada. Çin sözünü görürlər, elə bilər Çinə aiddir. Çinili köşk, Topqapı sarayı və Fənərbağçə sarayı 15-ci əsr türk memarlığıdır. Neçənci əsr? 15-ci əsr türk memarlığıdır. Piri Rəis 1513-cü ildə dünya xəritəsini Bəhriyyə adlı dəniz atlasını tərtib edib, Bəhriyyə adlı dəniz atlasını və dünya xəritəsini tərtib edib 1-ci Süleymana verdi. Kimə verdi? 1-ci Süleymana verdi. Sinan Xoca camiləri, indi isə buna baxırıq. Uşaqlar, bunları mütləq şəkildə əzbərləmək lazımdır. Bu videonu dəfələrlə izləyin. Yəni, hər gün izləyə bilərsiniz ki, bu illəri hadisələri yaxşı şəkildə biləsiniz. Sinan Xoca camiləri demək hansılardır? Şəhzadə camisi, Süleymaniyyə camisi, bir də Səlimiyyə camisi. Səlimiyyə 2-ci Səlimin göstərişi ilə 1568-1675-ci ildə ibadətə açılmışdı. Ustalıq əsəri adlandırırdı Sinan Xoca bunu və 2011-ci il UNESCO-nun mədəni dünya siyahısına daxil olmuşdu. 11-ci suala baxırıq. 100 illik müharibə illərində Osmanlı 100 illik müharibə olub 1337-1453. Bu ildə görək nə olub? Bolqarıstan müstəqilinə son qoydu 1396-cı il Niqboli döyüşündə 1-ci Bəyazıtın dövrüdür. Çaldıran döyüşündə qələbə qazandı 1514. Səfəvilərlə sülh müqaviləsi 1590-da var və digər illərdə var. Bursa şəhərini ələ keçirdi. Osman Qazinin dövründə Bursa şəhəri ələ keçirib. Osman Qazinin hakimiyyətləri 1302-dən Osmanlı dövlətinin yaranmasından 1326-ya qədərdir. Trabzon imperiyasının süquta uğradı 1461-ci ildə. 30 illik müharibənin nəticələrinə aiddir. Baxın uşaqlar, 30 illik müharibə 1618-1648-ci ildə olmuşdur. Görək nələr var. Fikir verək.
Deməli, katoliklər və protestantlar arasında olmuşdu. Bəli, dini müharibə idi. Bəli, İngiltərədən başqa böyük Avropa dövlətləri iştirak edirdi. Tüfəngdən və daimi ordudan istifadə edilirdi. Üstünlük İspaniyadan Fransaya keçdi. İngiltərə vətəndaş müharibəsi və İspaniyada üsyanlar başladı. Baxın uşaqlar, üstünlük İspaniyadan Fransaya keçir. Nəticədə bu 30 illik müharibə nəticəsində İngiltərədə vətəndaş müharibəsi, İspaniyada üsyanlar başlayır. Vestfaliya konfransı konqresi çağırıldı. Orada sülh müqaviləsi imzalandı. Almaniyada siyasi dağınıqlıq rəsmiləşdi. Almaniya kiçik knyazlıqlara parçalandı. Kiçik knyazlıqlara parçalanmaq bu Alman dövlətini zəiflədər də. Parçalanma zəiflədər, gücləndirməz ki. Testdə məsələn burada baxın, Alman knyazlıqları feodal qadan yenidən gücləndi. Gücləndi söhbəti olmaz, sarsılmışdı, aydındır. Deməli, davam eləyək. Deməli, Papanın imzasına ehtiyac duyulmadı. Dini müharibələr dövrü sonlandı. Avropanın ilk ən böyük konfransı idi. Suveren dövlətlərin bərabərlik yanaşması tətbiq edildi. Almaniyada siyasi dağınıqlıq dövrü başa çatmır. Rəsmiləşdi. Başa çatmadı, rəsmiləşdi. Deməli, cavabımız A variantıdır. Deməli, baxırıq 13-ə. Qarabağ xanı, Pənah xanın tabe etdiyi xanlıqlar, bunu hamı əzbər bilməlidir. İrəvan, Naxçıvan, Ərdəbil, Gəncə. 14-cü suala baxırıq. 2-ci Mahmud və 1-ci Mahmudun hakimiyyət dövrünə. 1-ci Mahmud geriləmə dövrünün hökmdarıdır. 2-ci Mahmud dağılma dövrünün hökmdarıdır. Deməli, 1-ci Mahmudun hakimiyyət illəri 1730-dan 1754-ə, 2-ci Mahmudun hakimiyyət illəri 1808-dən 1839-a qədərdir. Geriləmə dövrü Osmanlıda 1699-da başlayır, 1791-də başa çatır. Dağılma dövrü isə 1791-də başlayır, 1922-ci ildə başa çatır. Kağız istehsal edən ilk müəssisənin açılması bu 1-ci Mahmuda aiddir. Amma ilk mətbəə isə Lalə dövründə İbrahim Paşaya aid olmuşdu. Mərkəzi idarəetmə orqanlarında Avropa nümunəsində nazirlik yaradılması bu 2-ci Mahmuda aiddir. Hərbi lev sisteminin ləğvi haqqında əmr verilməsi bu da 2-ci Mahmuda aiddir. Timar torpaqlarının əvvəlki sahiblərinə qaytarılması söhbəti yox. Timar dövlət mülkiyyətinə keçdi və 2-ci Mahmudun dövründə. Baxın uşaqlar, Timar dövlət mülkiyyətinə keçmişdi 2-ci Mahmudun dövründə. Eyni zamanda 2-ci Mahmudun dövründə Yeniçəri dəstələri ləğv edildi. Y variantına baxaq. Qumbara atanlardan ibarət qoşun növünün yaradılması 1-ci Mahmuda aiddir. Davam eləyək. 15-ci sualla Qarabağ, Qaradağ, Naxçıvan xanlıqlarına iştirakçı olmuşdur. Gavşan döyüşü 1774, Kürəkçay 1805, Qızılqaya 1752, Şiraz 1763, Georges 1802. Cavab 3-4. Yəni Qızılqaya və Şiraz qonaqlığı. Nişdar sülh müqaviləsi Rusiya sinircə. Nişdar sülh müqaviləsi 1700-1721-ci Şimal müharibəsinin gedişinin sonunda imzalanmışdır. Nişdar müharibəsinin nəticəsində Rusiya imperiyaya çevrilir və ilk imperatoru Rusiyanın 1-ci Pyotr olur. Baltik dənizinə çıxış əldə etmək imperiyaya çevrilir. Baltik dənizinə çıxış əldə etdi və imperiyaya çevrildi. Cavabımız 1-4-dür. Deməli, davam eləyək. Ağqoyunlu və Qaraqoyun dövlətlərinə aid oxşar xüsusiyyət deyil. Baxın, Oğuz-Türk mənşəli Suallar tərəfindən əsasının qoyulması oxşardır. Ərdəbil hakimlərinə qarşı Şirvanşahlar dövləti ittifaqda olması oxşardır. Teymurilər dövləti ilə müharibə aparması həm Qaraqoyunlu, həm Ağqoyunlu aparıb. Səfəvlər dövlətinin qoşunları tərəfindən məğlub edilməsi Ağqoyunluya aiddir. Qaraqoyunlu dövründə 1400 deməli 10-dan 1467-yə qədər də Qaraqoyunlu dövlətinin mövcudluğu illərində axı Səfəvilər yox idi. Səfəvilər 1501-ci ildə yaranmışdı. Təbriz şəhərinin paytaxt olması hər ikisinə aiddir. Baxırıq, Nadir Şah və Şah Abbas oxşar cəhətlərə aid deyil. Baxın, biri var aiddir, biri var aid deyil. Vergi siyasətinin qaynaqanının yaradılması həm Nadirə aiddir, həm Şah Abbasa aiddir. Azərbaycan adlı inzibati bölgünün yaradılması həm Nadirə, həm də Şah Abbasa aiddir. Nadir Azərbaycan adlı inzibati vahidi yaradanda mərkəzi deməli Təbriz idi. Şah Abbas yaradanda isə mərkəzi Ərdəbil idi. Osmanlı dövlətinə müharibə həm Nadir aparıb, həm də Şah Abbas aparıb da. Rəiyyətin hərbi qulluğa çağırılması söhbəti yox idi. Bir də vəqf torpaqlarının böyük bir hissəsi dövlət xeyrinə müsadirə edilməsi oxşar cəhət deyildi. Cəlallilər hərəkatına aid deyil. Adını 16-cı əsr Tokatda üsyana başçılıq edən Şeyx Cəlaldan almışdır. Bu doğrudur. Baxın uşaqlar, 16-cı əsrdə Tokatda üsyana başçılıq edən Şeyx Cəlaldan almışdır. Sonra 1591-ci ildə Təbrizdə baş verən ilk böyük çıxış idi. Doğrudur. 1608-ci ildə Şah Abbasın icazəsi ilə deməli Çuxursəddə yerləşmişlər. Doğrudur. Bax bunları əzbər bilməlisiniz. Bunlar deməli bir testdən siz Cəlalə hərəkatının bütün nəticələrini bilirsiniz. Artıq bilirsiniz ki, 16-cı əsrdə Tokatda Şeyx Cəlaldan almışdır. 1591-ci Təbrizdə ilk böyük çıxış idi.
1608-də şahın icazəsi rüxsət eləmişdi. Səbəbi aclıq, soyğunçuluq, özbaşınalıq idi. Bəli. Y variantına baxaq. Şah Abbas Rusiyanı sıxışdırıb çıxarmaq üçün onların gücündən istifadə edir. Şah Abbas Osmanlını sıxışdırıb çıxarmaq istəyirdi. Rusu yox. Ona görə aid deyil bu. Şah Abbas Osmanlını sıxışdırıb çıxarmaq üçün onların gücündən istifadə edirdi. Bu mənim özümün hazırlayıb saldığım suallardan biri idi. Deməli 21-ə baxaq. 17-ci əsr Azərbaycan şəhərlərinə aid deyil. 17-ci əsr Azərbaycan şəhərləri bunu da mən hazırlamışam. Ərəş Cənubi Qafqazın ən böyük ipəkçilik mərkəzi adlanırdı. Bəli, Təbriz Səfəvilərdə ikinci böyük şəhər idi. Bəli, Beyləqan Səlcuq canişin mərkəzi idi. Bəli, Bakı əsas liman şəhəri idi. Bəli, Naxçıvan əhalisi 1-ci Abbas tərəfindən Urmiyə köçürmüşdü. Naxçıvan əhalisi 1-ci Abbas tərəfindən mərkəzə köçürülmüşdü. Urmiyə yox. Yanlış cavab Y variantı idi. Deməli, 22-ci suala baxaq. Avropada reformasiyaya aid deyil. Bu da mənim hazırladığım sual idi. Kral İngiltərədə kilsənin başçısı elan edildi. Doğrudur. Bax, Avropadakı reformasiyanın xüsusiyyətlərini öyrənirsiniz. Daha fikir verin. Öyrədici sınaqdır bu. Deməli, Fransada reformasiya Jean Calvin'in adı ilə bağlı idi. Bəli. Deməli, 1572-ci il Parisdə protestantlara qarşı kütləvi qırğın oldu. Bəli. İngiltərədə parlament qovuldu. Qovulmadı. İngiltərə parlamenti öz varlığını qoruyub saxlamışdı, qovulmamışdı. Protestantlığın etiqadlarından biri Fransada idi. Bəli. 23-cü suala baxaq. Quba xanlığına aiddir. Dərbəndin birləşdirməsi. Bəli, bilirik ki, o Səlyandan sonra Dərbəndi birləşdirmişdi. Bir də Bakı nə idi? Urmiya, Quba, Şəki, Şamaxı, Qarabağ xanlıqları Azərbaycanı birləşdirmə siyasəti yeridirdilər və Azərbaycanın şimal torpaqlarını birləşdirmişdir. Digərləri isə aid deyil. 24-cü suala baxaq. Nadirin şah elan edilməsi 1736, Bayat savaşı 1748, Nadirin Hindistan döyüşü 37-39-da Karnal döyüşü olmuşdu. Şirvanda 1-ci Sami Başçılıq üsyan 1743, ikisi 1700 eyni ildədir, sonuncusu 1747-də və Nadir hakimiyyətdən gedir. Uyğunluğu müəyyən edin. 14-cü əsrdə, baxın yuxarıda yazılıb 14-cü əsr, sonra altında verir. Diqqətli, testi diqqətlə oxumaq lazımdır. Fransa krallığı və İngiltərə krallığı. Ərazisində Kalvin kilsəsi yaradıldı. Deməli, ərazisində Kalvin kilsəsi Fransada, amma 16-cı əsrdə, 15-ci, 14-cü əsrdə yox. Wat Tyler üsyanı baş verdi. Wat Tyler üsyanı İngiltərədə 1381-ci ildə başlamışdı. Deməli, La Manche döyüşünü İspan donanmasını məğlub etdi. İspan donanmasını İngilislər məğlub etmişdi. 1588-ci ildir La Manche döyüşü. O da 16-cı əsrdə, 14-cü əsr deyil, bizə 14-cü əsr lazımdır. Poitiers döyüşündə məğlub oldu. Fransa, bəli, 100 illik müharibənin gedişində Crécy 1346, Poitiers 1356-cı döyüşləri olmuşdu və Poitiers döyüşündə Fransa məğlub olmuşdu. Həm Kreysdə, həm Poitiersdə fransızlar məğlub olmuş, ingilislər qalib gəlmişdi. 26-cı suala baxaq. Şeyx Cüneydin iştirakı ilə Samur çayı sahilində döyüş 1460, Şeyx Heydərin iştirakı ilə Şah Dayı təyində döyüş 1488, Şeyx Səfiyyətdə Səfəv Sufi təriqətinin əsası qoyulmuş 13-cü əsr, Sultanənin iştirakı ilə Şəməsi döyüşü 1494. Bayaqların biz bunların ardıcıllığını qeyd elədik. Yəni, birinci təriqət yaranar. Sonra Cüneyd gəlmişdi, Heydər gəlmişdi, Heydərdən sonra Sultanəli gəlmişdi. Yəni illəri bilməsəz belə məntiqlə xronoloji düzmək olar. İkinci Xaçlı yürüşü və üçüncü Xaçlı yürüşü. İkinci Xaçlı yürüşü 1147-dən 49-a, üçüncü Xaçlı yürüşü 1189-dan 1192-ci ilə qədər olmuşdu. Müqəddəs Roma İmperiyası İngiltərə, Fransa krallarının iştirakı ilə başladı. Bu üçüncü Xaçlı yürüşünə aiddir. Mosul hakimi Edessanın tutmasına cavab olaraq baş vermişdi. Bu ikinci Xaçlı yürüşünə aiddir. Roma papası 3-cü İnnokentinin təşkilatçılığa başladı. Bu dördüncü Xaçlı yürüşünə aiddir. Uşaqlar, 3-cü İnnokenti 4-cü Səlib yürüşünə aiddir. Səlcuqlarla mübarizədə məğlubiyyətə uğradı. Səlcuqlarla mübarizə aparılmışdı 2-ci Xaçlı yürüşündə. Deməli, Təbəri gölü yaxınlığında döyüşdə Misir hökmdarı Səlahiddin Əyyubinin ordusu tərəfindən məğlub edildi. Bu 1187-ci ildə Təbəriyə döyüşü. O da heç birinə aid deyil. Çünki 3-cü Xaçlı yürüşü 1189-da başlayır. Bax, bunu unutmayın. Bax, bu sözü unutmayın. Bu qəbulda rastlaşacağımız əsas məqamlardan biridir. Mətni oxuyun və burada məlumatlardan istifadə edin. 28-30 tapşırıqlar. Tatarlar Həmədandan qurtarıb Azərbaycan tərəf hərəkət etdilər. Ərdəbilə gəldilər. Ərdəbi alıb oradan böyük qırğın etdilər. Şəhərin çox hissəsini dağıtdılar. Sonra da oradan çıxıb Təbrizə yönəltdilər. Bu 1221-ci ildə isə avtomatik məntiqlə Monqolların Azərbaycana yürüşünü nəzərdə tutur da. Yəni həmin dövrdə də Atabəylər dövləti mövcud idi. Axı Şirvanşahlar, Atabəylər, Təbrizdən olan Axsunqullər dövləti mövcud idi. Azərbaycanda həmin dövrdə Təbrizin hakimi Şəmsəddin Tuğrai idi. Atabəy öz
Özbəyin və Xanışlar Məhəmmədin mənbədə bəhs edilən yürüşlə bağlı davranışlarındakı oxşar cəhət yazın. Monqollarla açıq döyüşə girmədilər, yəni çəkindilər. E, qorxurdular onlar Monqolların döyüşə girməyə. Mənbədə bəhs edilən bu yürüş zamanı Monqolların Təbrizi ala bilməmələrinin səbəbini yazın. E, Çünki Təbriz möhkəmləndirilmişdi və Təbrizlilər müharibəyə hazır vəziyyətə gətirilmişdir.